Xoş əhval, yeni bir gün və yeni bir vloqdan hər birinizi salamlayıram. Günə yataq dəstlərini dəyişməklə başlayıram. Bilmirəm siz həftədə neçə dəfə dəyişirsiniz, ancaq mən həftədə bir dəfə dəyişməyin tərəfdarıyam. Ümumiyyətlə yastıq üzlərini isə daha tez-tez dəyişməyin tərəfdarıyam. Yəni həftəsini belə gözləmirəm və çalışıram ki, nə olursa olsun, yastıq üzlərim həmişə pambıqdan olsun. Yəqin ki, bilirsiniz, pambıq olmayan yastıq üzləri saçları tökür. Həm də saçları elektrikləndirir. Bu arada saçlarımı da keratin etdirmişəm. Ona görə ətəklərində belə rəngi qalıbdı. Biraz da ətək hissəsi saçım sarı olduğu üçün, yəni yeni açmışdım, ona görə ətəkləri yanıbdı. Düşünürəm ki, çox kəstirməyim deyə sadəcə yanıqları götürəcəm. Saç tellərim incə olsa da, ancaq saçlarım qalın olub həmişə. Bir də mənim sözə baxmayan saçlarım var. Həm qabarıqdır, həm də fenləmək çox çətin bir saçdır. Ona görə də mən çalışıram ki, saçımı tez-tez keratin elətdirim. Yəni mənim saçlarımın ən yaxşı çıxış yolu keratindir. Bu arada bu masakını mən Temudan sifariş vermişəm. Səbəblərimiz içərisində 10 dənə idi, 10 ədəd idi. Demək, bu belə nazik bir şəkildə olur. Suya vuran zaman şişir. Yəni mən bir neçə müddətdir istifadə edirəm. Hələ də necə var, elədir. Super bir şeydir. Artıq bir müddətdir ki, Biodermanın üz jelindən istifadə edirəm. Razıyam, üzdə səpki yaratmır, ancaq mənə elə gəlir ki, nisbətən dərimi qurudur. Bir də mənim sizə bir tövsiyəm. Əgər özünüzdə və yaxud uşaqlarınızın o bir dövrü olur, həmin dövrdə üzü səpirsə, siz paltar sabunundan istifadə edə bilərsiniz. Hər nə qədər kosmetoloqlar bunu məsləhət görməsə də, mən bunu istifadə edən biri olaraq sizə məsləhət görürəm. Çünki üzdə nə qədər səpki varsa, hər birini qurudur və həqiqətən dərini çox gözəl eləyir. Yəni mən bunu illərlə istifadə etmişəm. Son zamanlar keçdim üz yuma gelinə. Biraz suyuna qatacağım, çünki belə çox qatı olur. Normalda 30 saniyə saxlamalısansa, heç 15 saniyədə saxlamaq mümkün olur. Nanəlidir. Bu arada növbəti dəfə Biodermanın mavi rəngli üz jelini istifadə etməyi düşünürəm. Yəni ondan alıb istifadə etməyi düşünürəm. Görüm onun təsiri necə olacaq. Əgər istifadə edəniniz varsa, siz də bizimlə bölüşə bilərsiniz. Sonra keçirəm üz serumlarından istifadə etməyə. Ancaq mənim bu üzümdə gördükləriniz ləkə deyil, sadəcə qəhvəyi rəngdə xallardır. Bir də oğlumun üzümü cızdığı yerlərdir. Hansı ki, oralar qanayıbdır, qaysaq bağlayıbdır. Yəni mən belə üz dərimdən razıyam. O gün bir xanım göz ətrafında olan poraları soruşmuşdu. Yəni məsamələri. Əvvəllər daha çox idi, ancaq serumları istifadə edəndən sonra bu məsamələr azaldı. Ancaq mən yenə də dediyim kimi üz dərimdən razıyam. Sadəcə blogerlər, influencerlar olsun, o qədər effektdən istifadə edirlər ki, biz onların dərisinə baxanda elə zənn edirik ki, onların dərisi mükəmməldir. Bizimki isə tam tərsinə bərbad bir vəziyyətdədir. Amma mən nə olursa olsun öz dərimizi, öz bədənimizi sevməyin tərəfdarıyam. Əlbəttə ki, daha yaxşı olması üçün çalışmalıyıq, ancaq yenə də bunu sevərək etməliyik. Bu ilaçları neden alıyorum biliyor musun? Neden? Bunun rengi hoşuma gidiyordu ondan. Olabilir. Ya o sarı hap? Ha, o sarı hap mı? O da bana yeşili hatırlatıyor da onun için. Yani senin anlayacağın üçünün de ne boka yaradığını bilmiyorum. Zarafat bir kənara, əlbəttə ki, istifadə etdiyim serumların nə işə yaradığını bilirəm və nə üçün istifadə etdiyimi də bilirəm. Və sonuncu olaraq Temudan sifariş etdiyim günəş kremini istifadə edirəm. Hələ ki, yeni istifadə etdiyim üçün təsirinin nə dərəcə olduğu haqqında bir məlumat verə bilməsəm də, ancaq yenə də mən bu tip günəş kremlərini daha çox sevirəm. Çünki digər istifadə etdiyim günəş kremlərinin hər biri üzümü aşırı dərəcə qurudur və üzərimdə, yəni üzümdə pütür-pütür durur. Son zamanlar istifadəsini bəyəndiyim ən rahat günəş kremidir bu mənim üçün. Serumlarımı da istifadə edib səhər yeməyinə keçirəm. Avokado sevməsəm də məcbur yedim. Sonra istədim həm kofe aparatım barədə sizə ətraflı məlumat verim, bəlkə almağı düşünəniniz olar.
həm də özümə sərin bir kofe hazırlayım. Yay gəldisə bu deməkdir ki, artıq biz buzlu kofe içməyə keçə bilərik. Mən bu dəfəki Nescafe dadını sevsəm də, ancaq özünü çox bəyənmədim. Nəyə görə? Çünki aşırı dərəcə üyüdülmüş idi və belə olduğu halda doldurduğum qabdan tökülməyə başlayırdı. Sanki süzürdü, belə deyim. Çünki aşırı dərəcə üyüdülübdü. Bu arada burada saçımı sizə göstərmək istəyirəm. Çünki mənim saç tipimin öhdəsindən sadəcə və sadəcə keratin gəlir. Əsas da yay fəslidirsə, mən mütləq keratinə keçirəm. Ən aşağısı məni 3-4 ay görür keratin. Ümumiyyətlə sözə baxmayan saçlarım var, həm də aşırı dərəcə qabarıq saçlarım var. İnanın hər tip fenim var, həm ütü feni, həm buxar feni, həm digər fen növləri hər birindən var da, ancaq heç birindən istifadə edə bilmirəm. Bilmirəm, əlim yatmır, yoxsa yəni mən bacarmıram, yoxsa ümumiyyətlə həqiqətən də saçım sözə baxmayan saçlardandır. Hətta bir ara Dyson belə almağı düşündüm, ancaq bilirəm ki, onu da alsam istifadə edə bilməyəcəm. Ona görə də mənim kimi saçları olan varsa, ən yaxşı yol keratindir. Bir də son zamanlar bilmirəm fikir vermişsiniz yoxsa yox. Ancaq bütün südlərin, yəni falqa ilə satılan südlərin hamısının falqası öncədən çıxarılır. Düşünürəm ki, südlər zamanı keçəndə, yəni vaxtı keçəndə təkrar geri dönüşüm olaraq qayıdır bizə. Yəni yəqin belə düşünürəm ki, südlər heyf etməsinlər deyə təkrar qablara doldururlar, ağzını bərşidirlər. Biz də açanda elə düşünürük bəlkə yeni süddür, əslində amma elə deyil. Çünki mən əvvəldən bilirəm ki, Millanın mən hər zaman südünü alırdım. İçərisində də bilmirəm görürsünüz yoxsa yox. Amma mən bilən kamerada görünür aydın. Falqası var və o falqa öncədən çıxarılır. Ona görə də əslində bütün südlər o formadadır. Yəni bir neçə firmanı yoxlamaq istədim, ancaq hər bir elə deyə məcbur yenə alıram süd. Bilmirəm, buna çarə olaraq nə etmək olar. Hər dəfə şikayət eləyirəm, ancaq yəni yenə də bir fərqi olmur. Yəni heç bir dəyişiklik olmur. Mən kofeni də gördüyünüz kimi evdə özüm hazırladım. Bu kapsul qablarını Trendyoldan sifariş vermişdim. Nespresso'nun öz kapsul kafələrindən niyə almıram? Çünki o kofelerin tamı daha tünd olur. Mən də eləsini sevmirəm. Mənə evdə hazırlanan daha yüngül gəlir. Bir də südün də çox olmağını sevmirəm. Ancaq südsüz də kofe içə bilmirəm deyə bu gördüyünüz bu fırladanın yəni nisbətən ondan aşağı olacaq dərəcədə tökürəm. İndi qapağını örtəcəm. Normalda basan kimi qırmızı olur. Yəni isidir südü. Ancaq mən 2 saniyə sıxıla saxlayacağım və gördüyünüz kimi göy rəngi oldu. Yəni ki, südü artıq soyuq şəkildə köpürdəcək. Ancaq əvvəllər mən oxuyurdum yorumlarda ki, soyuq südü daha yaxşı köpürdür. Ancaq düşünürəm ki, elə deyil. Çünki mən elə gəlir ki, isti südü daha çox köpürdür. Nəinki soyuq formada. Mən qışda isti süd istəyəndə isidirdi. Köpük buralara qədər qalxırdı. Yəni hardasa buralara qədər köpük olurdu. Ancaq soyuq südü indi tökəcəm. Fərqə siz də baxın. Yəni məsələn, deyəsiniz ki, yəni köpük normaldır əslində, amma dediyim kimi əvvəl köpüyü bundan çox olurdu. Amma razıyam mı? Razıyam. Çünki əl çırpıcı ilə çırpmağa xeyli vaxt gedir. Ona görə də mən bunu aldım. Ancaq qiymət düşünürəm ki, normadan artıq şişirdilmiş dərəcədə satılır. Ancaq mən indirimlə səhvlərimsə 100 manat o civarlarda almışdım. Ancaq belə 200 manata yaxın idi qiyməti və yeni deyirəm ki, çox şişirdilmiş bir qiymətə satılır. Yəni normal bir süd köpürdüzdür. Bu arada südü də içilyə bilməyəcək dərəcədə, yaxud hədsiz dərəcə isti eləmir, normal dərəcədə isti eləyir. Yəni bunu da istədim sizə deyim, bəlkə almaq istəyənləriniz olar. Mən bir də bu aparatın ağ rəngini almaq istəyirdim, ancaq qiymətlər arasında 120-130 manat fərq var deyə düşündüm ki, yəni qırmızı rəng deyil və yaxud başqa bir şit rəng deyil. Ona görə də düşündüm ki, qaranı da alsam bir problemi olmaz. Bunu qara seçdiyim üçün köpürdüzünü də qara seçdim.
Ancaq düşünürəm gələcəkdə öz evimdə bunları ortalıqda qoymayacağam. Yəni şkafların içərisində xüsusi yəqin ki, elektron əşyalarım üçün bir yer falan düzəldərəm ki, onları ortalıqda olmasın da. Mənim fikrimcə ortalıqda mətbəx şkafının üzərində çox şey olanda elə də yaxşı görünmür. Ona görə elə eləməyi düşünürəm. Bir də yumaq haqqında danışım. Yəni bu çıxır, bu gördüyünüz maqnit kimidir, yəni yapışır, çıxır oradan. Mən hər dəfəsində sabunlayıb yuyuram. Bir də bu aşağı hissəsini göstərim sizə. Qətiyyən bu hissələrə su dəyməməli. İçərisinə doldurub çalxalayıram, ondan sonra paraşokluyuram. Yəni bu cür yuyuram və heç vaxt yəni etməmişəm. Yəni çalışıram ki, aşağısına su getməsin. Bayaq göstərmişdim sizə kapsullar. O da içəriyə gedir. Baxın buradan çıxır. Baxın buradan çıxır. Bir də dediyim kimi mən bunları Trendyoldan almışdım. Üçünə bir yerdə 11-10 gəzəyin vermişdim. Artıq qışdan bəri istifadə edirəm. Hələ də yəni mənim işimi görür. Dediyim kimi kapsullar ona görə almıram ki, tünd olur. Mən elə sevmirəm. Kofemi içirəm və sonra keçirəm Trendyolda aldığım bu piknik üçün orqanayzer qablarının qapaqlarını yağlamağa. Məndə bu kokos yağının içərdədir. Birini saçım üçün istifadə edirəm, biri isə belə taxta qaşıqları falan yağlamaq üçün istifadə edirdim. Bu onların ömrünü uzadır. Mən həm istədim bunların qapağını yağlayım, həm də bilirsiniz keçən vloqlarımda sifarişimi göstərmişdim ki, çaynik almışdım. Onu qapağı taxta formasındaydı. Hər birini yaxşıca yağlayıram. Dediyim kimi bu onların ömrünü daha da uzadır. Həm də daha yaxşı görünür, belə daha parlaq. Bu qabları isə mən keçən il Trendyoldan almışdım. Madame Coco'nun qablarıdır. İndi isə həm tez-tez tükənir stokda, həm də heç də elə də yəni uyğun qiymətə deyil. Gördüyünüz kimi biri 500 milimlikdir, biri isə 1000 milimlikdir. Yəni uzaq yol və yaxud piknik üçün çox əla bir şeydir. Bunları da yağladıqdan sonra ara öğün olaraq keçirəm oğlum üçün. Meyvə hazırlayıram və məcbur da olsa yedirməyə çalışıram. Yay paltarlarımın bir qismini çıxarsam da digərləri qalırdı. Ona görə də onları da çıxardıb qatdaladım. Həm də istədim sizinlə biraz söhbət eləyək. Məsələn, mən hələ də anlaya bilmirəm ki, istər TikTok olsun, istər YouTube, istər Instagram və digər sosial şəbəkələrdə nəyə görə insanlar önlərinə çıxan faydalandıqları videoları bəyənmədən keçirlər. Məsələn, nə abunə olurlar, nə bəyənirlər. Yorum yazmaq düzdür, məcburi bir şey deyil. Əslində heç bir məcburi deyil. Ancaq yəni bu sizin etdiyiniz sizin üçün adi bir şey ola bilər. Ancaq bu YouTuberlar olsun, TikTok işlədənlər olsun, əgər sizin üçün də faydalı bir şey bölüşürsə, yəni nəyə görə bəyən butonuna basmaq bu qədər çətin gəlir sizə? Məsələn, mən Trendyol linki bölüşürəm. Əslində bu sizin üçün də faydalıdır. Çünki əgər nəyisə almaq istəyirsinizsə, o çeşiddə minlərlə şey var. Ancaq mənim aldığım linkə keçid eləyib alırsınızsa, siz bilirsiniz ki, artıq mən bunu sifariş vermişəm. Ölçüsünü də sizinlə bölüşürəm ki, məsələn, bu dəqiq ölçüdür. Məsələn, bunun materialı bu cürdür və siz keçib linkdən sifariş edirsiniz. Mənə necəsi gəlibsə, sizə də %99% sizə də eynisi gəlir. Bu demək ki, siz yaxşı məndə yararlanırsınız. Digər bölüşülən 1000 şeydən 900 neçəsə, yəni eyni cür gəlmir. Yəni bu o deməkdir ki, mən belə riskə gedib sifariş verirəm. Siz də bunu görüb sifariş verirsinizsə, siz artıq mənim linkimdən faydalanırsınız. Ancaq nəyə görə bəyən butonuna gələndə sizin üçün bəyənmək bu qədər çətin olur. Burada söhbət tək linkdən getmir. Burada yeməyə də aid bir şey ola bilər, kosmetikaya da aid bir şey ola bilər. Məsələn, mən üz serumu istifadə edirəm. Yəni hal-hazırda məsələn mən bunu öz dərimdə istifadə edirəm. Və sizə də məsləhət görürəm ki, bunu istifadə edə bilərsiniz sizdə əgər bu tip dəri növləri vardırsa. Məsələn, yəni bu faydalı məlumatı ən az vloqa baxanda bir dənə belə olsun, siz oradan faydalı bir nəyisə özünüzə götürürsünüz. Ancaq bəyənməyə, abunə olmağa gələndə siz elə düşünürsünüz ki, bunu qarşıdakı YouTuberlar, məsələn, belə kobud səslənsə də bu format deyəcəm, sizdən dilənir. Ancaq həqiqətən elə deyil. Bizlər vlog çəkirik, editləyirik və bunun sadəcə qarşılığında sizdən abunə olaraq, bəyənərək gözləyirik. Yəni bu da elə çətin bir şey deyil. İnanın, mən sizə bunu dəfələrlə demişəm. Mənim digər YouTube səhifəmdə yüzlərlə YouTuberlar vardır ki, hər biri də ayrı-ayrı vlog çəkir və mən
Bəzən baxıram ki, bəyəni çox az gəlib, mütləq bəyənirəm. Baxıram abunə sayı azdır, mütləq şəkildə əgər vloqları xoşuma gəlirsə abunə oluram. Həm belə daha tez çıxır həmin insanın paylaşdıqları qabağıma, həm də yəni bu bəyən butonu, bir abunə olmaq yəni məndən nə əşsildir ki. Sözün düzü mən bu YouTube səhifəsini açana qədər elə bilirdim ki, Azərbaycanda elə də YouTuber yoxdur. Ancaq son zamanlar qarşıma çıxır ki, Azərbaycanda da YouTube işlədənlər çoxdur, vardı. Yəni dediyim kimi mən daha çox xariciləri izləyirdim. Ancaq yenə də hər hansısa bir video qabağıma çıxırsa, onu mütləq şəkildə bəyənirəm. Yəni bu barədə sizinlə söhbət eləmək istəyirdim. Əgər videolarımı sona qədər izləyirsiniz və mənim səhifəmdə sizə xoş gələn nələrsə varsa, sizlərdən abunə olub, bəyənib, yorum yazmağınızı xahiş edirəm. Yəni istəsəniz məni TikTokda da izləyə bilərsiniz. Bir də sizinlə çox sevdiyim bir salat reseptini bölüşmək istəyirəm. Toyuğu öncədən çıxarmışdım. Toyuğu öncədən sarımsaq, mayonez, ketçap, duz, isot kimi ədviyyatlarla sosluyuram və biraz soyuduza saxlayıram. Sonra keçirim şahını əlimlə doğramağa. Əslində bu bir növ Sezar salatına oxşuyur. Ancaq mənə elə gəlir ki, təbii ki, ağız dadı fərqlidir. Ancaq mənə elə gəlir ki, Sezar salatından belə daha dadlı olur. Əgər istəsəz bir dəfə də olsa sınaya bilərsiniz. Şahını da doğrayıram. Mən bütöv şahını istifadə edirəm. Sonra gördüyünüz kimi məkəni yuyuram, ancaq hamısını istifadə eləmirəm. Yəni kiçik bankanın belə həm yarısını istifadə edirəm. Bir də atama zeytun alsın demişdim. O da dənəli alıbdı. Ona görə də məcbur zeytunları əlimlə bir-bir soyuram. Sonra evdə yeyilən hər hansısa bir pendirdən əlavə eləyə bilərsiniz. Mən çox duzlu olmasın deyə, onsuz da zeytunun özündə də duz var. Pendirin özü də duzlu deyə çox az pendir əlavə edirəm. Normal evdə yediyimiz pendirdən əlavə edirəm. Mən təbii olaraq Naxçıvan pendirindən istifadə edirəm. Bu o deməkdir ki, bu salat reseptində 1-0 öndəyik. Çünki dediyim kimi Naxçıvan pendirindən istifadə edirəm. Bu arada Naxçıvan pendirinin üzərinə heç bir pendir tanımıram. Əsasən də Nehrəmdə hazırlanan pendir. Yəni dadı çox mükəmməl olur. Gördüyünüz kimi kiçik bir pendir ayırıram və onu ovururam salatın üstünə. Bu arada toyuğu airfryerdə bişməyə qoymuşdum. Hər iki üzünü də bişirirəm. Yəni tez-tez qarışdırıram və bişirməyə qoyuram. Bişəndən sonra toyuğu da üstünə əlavə edirəm. Bir də dad verməsi üçün mayonez əlavə edirəm. Ancaq bizdə bu salat o qədər tez yeyilir, bitir ki, sondakı görüntüsü çəkməyi imkan belə tapa bilmədiyim yeyildi. Gəlin dəfə bunu sizin üçün yenidən çəkəcəm. Növbəti vloqlarda görüşənə qədər hələlik.